Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Xırdalan Kuruğundan Binəqədiyə Sentralına gedən yolun üstündə, Respublika yolun üstündən demək, marşrutdan 200 metr maksimum. 200 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə. Gördüyünüz kimi, bax, qapının ağzına qədər asfaltdır. 3 otaqlı bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, bir onda 3 sotun içində inşa olunub. Keçən ildə evin hədyanı ilə bir də evin özü ilə tanış olaq. Buradan daxil oluruq evin hədyanı sahəsinə. Gördüyünüz kimi, bura hədyanı sahəsidir. Buradan yan tərəfləri gördüyünüz kimi, bax, belə açıqdır. Kəməri vurulub, ev sahibi özünə şəxsin şəratılmış bir evdir. Həyətində belə də bir tikilisi var. Bax, burada təmirsizdir, düzdür. Bu həyət hamamıdır. Bunu nəzərinizə çatdırırım. Sadəcə təmirsizdir. Keçən də evin özü ilə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Girən kimi, bax, belə hündür kürsülü evdir. 7-8 daş kürsüdə düşüb. Bax, bu hissəsi gördüyünüz kimi qurudur, bir dənləmişdir, yoxdur. Girəndə sol tərəfdə bura sanuzeldir. Sanuzeli təmiri vəziyyətdədir, gördüyünüz kimi. Qalxır buradan yuxarı. Yüngülvari xərcləri var, hörmətli izləyicilər. Deyim, yəni, sadəcə aboylardır, pləkanlardır, bax, belə bir xərcləri var. Girər kimi sol tərəfdə belə mətbəxdir. Pəncərələr gördüyünüz kimi işıqlıdır, havalanmaya tam uyğundur. Bax, bu hissəsi gördüyünüz kimi, hörmətli izləyicilər. Bax, demək, kombi, pitmunutka ayrıdır. Su çanı qoyulub 2 dənə, ehtiyatçı. Ev sahibi bütün şəraiti yaradıb. Burada bir yataq otağı da. Yuxarılar belə apşıqə ilə yığırılır. Bura otağın içində sanuzel olub. İndi hələ ki təmirsizdir. Yəni ev sahibinin demək fikrində olub, amma yarımçıq qalıb. Sonra burada bir qonaq otağıdır. Yuxarılar da özü gördüyünüz kimi apşıqə ilə vurulub. Ömürlüdür də, hörmətli izləyicilər. Yəni bu arada bu Asmanlar cadlar çatlayır, nə bilim, nə olur, amma ömürlüdür də yuxarı. Bunda bir dənə aboy dərsən, ömrü bu yuxarı əl vurmursan. Gördüyünüz kimi bu hissəsi də qonaq otağıdır. Qonaq otağına da bir dənə belə bir yataq otağı salınır. Bu da haradasa 15-16 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq edir. Gördüyünüz kimi hər pəncərəsi də rahat, tam evin içində rahat işıq düşür, havalanmaya da uyğundur. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlasın. Evlərinin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman, videoya baxan zaman bəyənməyi unutmayın. Hörmətli izləyicilər, hamı ev axtaranlar üçün daha münasib olsun. Yəni bəyənməyi mütləq unutmayın. Evin qiyməti də 75.000 start qiymətdir, 75.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah